Bugün biz danışırıq isim bölməsində test şagirdlərin qabağına çıxan testlə bağlı. Deməli, əvvəlcə onu qeyd edeyim. İsmə məxsus 4 qrammatik şəkilçimiz var. 1 cəm, 2 mənsubiyyət şəkilçiləri, 3 hal şəkilçiləri, 4 xəbərlik şəkilçiləri. İsmə məxsus 4 qrammatik şəkilçi var. Cəm, mənsubiyyət, hal və xəbərlik. Amma testlərimizdə də düşür ki, hansı isim ismə məxsus, ismin hansı halı ismə məxsus 4 qrammatik şəkilçini qəbul eləmir. İsmin bilirik ki, 6 halı var. Adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq. Amma təsirliklə adlı hal İsmə məxsus bu 4 qrammatik şəkilçini qəbul edə bilmir. Niyə? Çünki adlı halın özünə məxsus hal şəkilçisi yoxdur deyə bu boşluq, bu hal boşluğu belə deyək də tək qalır. Olmur buna. Təsiri hal isə yeganə halımızdır ki, cümlədə xəbər vəzifəsində çıxış edə bilmir. Cümlədə xəbər ola bilmir. Ona görə də xəbərlik boşluğu təsiri halda xəbərlik xanası belə deyək, boş qalır. Məsəl üçün, gəlin götürün bir dənə sözü. Götürək qələm sözünü, elə adi qələm sözümüzü götürək. İndi gəlin qələm sözünü həm 4 qrammatik şəkilçinin 4-ünü də artırmağa çalışaq bütün hallarda. Qələm, adlı halda artırıram, qələmlər, mənsubiyyətdə artırıram, qələmlərim. Hal şəkilçisi boş qaldı. Adlı xan şəkilçisi yoxdur axı. Qələmlərimdir. Deməli, lər, imdir. 3 dənə qrammatik şəkilçini artıra bildim. Sonra keçirəm. Qələm, yəli halda işlətmək istəyirəm. Cəm, qələmlərim, mənsubiyyət, qələmlərin, bilirik ki, yəli halın şəkilçisi öndür. Bir də qələmlərimdir. Mən burada lər, indir. İsmə məxsus 4 qrammatik şəkilçini artıra bildim. Sonra keçirəm yönlük hala. Yönlük halın bildik ki, şəkilçisi A-ədir. İndi gəlin artıraq. Qələm, lər, ədir. Yenə lər, ədir. Artıra bildim 4-ündə. Sonra keçirəm. Təsiri hal. I, U, Ö. Qələm, cəm artırıram. Lər, mənsubiyyət artırıram. Hal artırıram. Düzdürmü? Qələmlərimidir deyə bilirəm. Xeyr. Bax, burada xəbərlik xanası boş qaldı. Mən buralar yalnız cəm, mənsubiyyət və hal şəkilçisi boşluğunu artıra bildim. Xanalarını doldura bildim. Ona görə 3 dənə qrammatik şəkilçi qəbul edir. Sonra yerlik halın şəkilçisi dadədir bilirik. Baxıram. Qələm, lər, sonra mənsubiyyət artırıram. Dədir. Qələm sözün köküdür. Lərcəm, mənsubiyyət, hal,dır xəbərlik. 4-ünü də əlavə edə bildim rahatlıqla. Sonra keçirəm çıxışlıq haldan dən. İndi gəlin artıraq. Qələm, lər, dədir. Qələm sözün köküdür. Lərcəm, mənsubiyyət, dən. Burada nını yazmamışam. Dən hal, dırda xəbərlik. Neçədən oldu? 1, 2, 3, 4 ismə məxsus 4 qrammatik şəkilçini artıra bildim. Deməli, ismə məxsus 4 qrammatik şəkilçini artıra bilmədiyim sözlər, hallar daha doğrusu adlı haldır. Çünki onun hal xanası boş qaldı. Bir də təsiri haldır. Çünki orada da xəbərlik xanası boş qaldı. Mən onun xəbərlik şəkilçisini və yaxud da adlı halda hal şəkilçilərini artıra bilmədim. Deməli, adlıq və təsiri hal ismə məxsus bu 4 qrammatik şəkilçini qəbul edə bilməyən hallardır. Yerdə qalan yiyəlikdir, yönlükdür, yerlikdir, çıxışlıqdır. Asanlıqla 4 qrammatik şəkilçini gördüyünüz kimi qəbul edə bildilər.